11-ci sinif blok imtahana dəstək məqsədi ilə OTK sınağına olan sualları sizə izah edəcəm. Birinci başlayaq bu sualımızdan. Nümunədə işlənmişdir. Tərlan təbim havalanıb uçsa da, öpdü dönə-dönə, öpdü baharı. Baxaq, variantlara da baxaq. Əmr ədatı, modal söz, zərf, iştirak bağlayıcısı, əmr şəklində olan bir feil deyil, işlənib. Görək bunlardan hansı var? Baxın, tərlan təbim havalanıb uçsa da. Sa və danı görürsünüz siz burada. Sa şərt şəklinin şəkilçisidir, da isə ədatdır. Yəni ki, çox vaxt çaşırlar ki, da burada bağlayıcıdır, xeyr. Sa da, sa belə, belə də ədatdır, da da ədatdır. Yəni burada şərt şəkli və ədat işlənib. Öpdü dönə-dönə, öpdü baharı. Biz bilirik ki, dönə-dönə sözü iki cür işlənə bilər. Bir, əgər hərəkət varsa dönərək, yəni anı biz araqla əvəz edə biliriksə, bu olacaq feili bağlama. Burada edə bilmirik. Nəyə görə? Çünki burada dönə-dönə dəfələrlə mənasındadır. Və bu da zərf deməkdir. Yəni, nitq səsi olaraq zərfdir. Əmr ədatı işlənməyib, modal söz işlənməyib. Bunun üzərindən xətt çəkək. İştirak bağlayıcısı yoxdur, çünki da ədatdır. Əmr şəklində olan feil yoxdur. Burada feilimiz öpdü feilimizdir. Öpdüdə bilirik ki, zaman şəkilçisi varsa xəbər şəklində olacaq. Daha sonra havalanıb var. Burada ıb nə olacaq? Feili bağlama olacaq. Nəyə görə? Çünki biz əgər ıbı araqla əvəz edə biliriksə, feili bağlama şəkilçisidir. Uçsa da, sa bayaq nə dedik? Şərt şəklində. Demək, şərt şəklində, xəbər şəklində burada yenə öpdü var. Şu idi keçmiş zaman şəkilçisi. Olduğuna görə yəni xəbər şəklində olacaq. Demək, burada əmr şəklində olan feil də yoxdur. Zərfimiz var. Bayaq dedik, dönə-dönə. Dönərək deyə bilmirik. Çünki ətrafımda dönərək orada bir hərəkət yoxdur. Əvəz edə bilmirik. Dəfələrlə öpdü mənasında olduğuna görə dəfələrlə əvəz edə biliriksə, bu zaman zərf olacaq. Ona görə cavab oldu. Burada C bəndi.